Hələ indiyə kimi Fransa dağlarında belə sərt, belə uzun qış görünməmişdi. Neçə həftə idi ki, hava tez-tez dəyişir, gah açılır, gah tutulur, gah da soyuqlaşırdı. Gündüzlər ucsuz-bucaqsız çöllər mavi səmanın parlaq işığında tutqun bir rəngə boyanır, gecələr isə şaxta vurub dondurmuş ayın sapsarı işığına bələnirdi. Ancaq ayın gür işığı bu qarlı çöllərə çatana qədər solğunlaşır, tutqunlaşır, soyuğa, şaxtaya dönürdü. Camaat bayır-bacaya çıxmır, daxmalara çəkilib, tənbəl-tənbəl qışın qarasınca deyinirdi. Gecələr həmin evlərin pəncərələrindən işaran közərtilər mavi ay işığında boğulur, ölgünləşir və birazdan tamam sönürdü. Belə qışa bu yerlərin heyvanları da dözmürdü. Xırdaları dəstə-dəstə donur, quşlar ağacların budaqlarındaca qırılır və onların bir dəri, bir sümük qalmış gəmdəkləri qırıqlara, canavarlara yem olurdu. Ancaq bu qırğıların, canavarların özləri də soyuqdan, aclıqdan əzab çəkirdilər. Əslində bir-iki canavar ailəsi qalmışdı və pis gün onları mehribanlaşdırıb bir dəstədə birləşdirmişdi. Canavarlar gündüz tək-tək ova çıxırdılar. Bir də görürdün, hansısa qarı imsiləyə-imsiləyə, səssiz-səmirsiz dümağ çöllərdə xəyal kimi dolaşır, elə bil zəif kölgəsini güclə arxasınca sürüb aparırdı. Hərdən də nazik burnunu küləyə tutub yazıq-yazıq ulayırdı. Axşamlar isə hamısı bir yerə yığışıb ulaşa-ulaşa kəndlərə soxulurdu. Ancaq bütün malqara, toyuq cücə ağzı bağlı tövlələrdə, hinlərdə olurdu və hər evin pəncərəsindən də bir tüfəng lüləsi çıxırdı. Çox təsadüfi hallarda əllərinə nəsə keçirdi. Artıq içisi gülləyə tuş gəlmişdi. Şaxta getdikcə bərkiyirdi. Son zamanlar həmin canavarlar səssiz-səmirsiz, qayğılı-qayğılı, bir-birinin hənirtisinə isinə-isinə, mağaradaca uzanıb ürəkləri döyünə-döyünə ölüm qoxusu köçmüş dümağ səhraları dinşəyirdilər. Ancaq birdən hansısa bu dəhşətli aclığa dözə bilmir, tükürpədici bir səslə ulaya-ulaya sıçrayıb qalxırdı. Qalanları da nazik burunlarını ona tərəf uzadıb sızıltılı-sızıltılı, iniltili-iniltili, qorxunc səslə ulaşırdılar. Axırda bir neçəsi səfərə çıxmağı qət elədi. Səhərin gözü açılan kimi mağaralardan çıxdılar. Bir yerə yığışıb titrəyə-titrəyə, qorxa-qorxa ayazlı şaxtalı havanı imsilədilər. Sonra bir-birinin izinə düşüb getməyə başladılar. Qalanları isə həsrətlə onların dalınca baxdı. Hətta cürətlənib biraz getdilər də. Lakin sonra nə edəcəklərini bilməyib dayandılar. Xeyli tərəddüddən sonra yavaş-yavaş bomboş mağaralara qayıtdılar. Ov dalınca gedənlər günorta vaxtı ayrıldılar. Üçü şərqə, İsveçrə tərəfdəki Yura dağlarına. Qalanları isə cənuba tərəf üz qoydu. Bu üç canavar onların içində ən qüvvətlisi, ən gözəli idi. Ancaq yaman arıqlamışdılar. Lap əriyib çöpə dönmüşdülər. Qabırğaları sananırdı. Ağızları qurumuş, gözləri çuxura düşmüşdü. Onların üçü də Yura dağlarında çox dolaşdılar və nəhayət ikinci gün əllərinə bir qoyun, üçüncü gün isə it dağca keçmişdi. Amma cəmaata tez hay düşdü. Kəndlər, şəhərlər sıx olan yerdə bu çağırılmamış qonaqlar hamını qorxuya salmışdı. Poçt karetaları silahlandı, heç kəs tüfəngsiz bayıra çıxmadı. Bu yad yerlərdə tapdıqları ovdan sonra canavarların kefi kökəldi. Lap quduzlaşdılar və günün günorta çağı fermaya soxuldular. İnəklərin böyürtüsü, sökülüb dağılan arakəsmələrin cırıltısı, tappıltı səsləri, heyvanların hərarətli nəfəsi ilə yenicə isinmiş balaca tövləni başına götürdü. Ancaq cəmaat bu dəfə tez xəbər tutdu. Canavarları vuranlar üçün mükafat təyin olunması kəndliləri daha da həvəsləndirmişdi. İkisini o dəqiqə yerə sərdilər. Güllə birinin düz boğazından dəydi. O birini isə balta ilə öldürdülər. Üçüncü aradan tez çıxdı. O qədər qaçdı ki, axırda yarımcan halda qarın üstünə yıxıldı. Bu da onların ən körpəsi, ən gözəli, ən qüvvətlisi, ən çeviyi idi. Canavar ləhləyə-ləhləyə bir xeyli beləcə uzanıb qaldı. Öz qanı gözünün qabağındaca axıb göllənirdi və o hərdən zəif iniltili bir səslə zarıyırdı. Balta belini tutmuşdu. Xeyli dincələndən sonra qalxdı. İndi bildi ki, yaman çox qaçıb. Nə adamlar, nə də kənd gözə dəyirdi. Qarla örtülmüş uca bir dağın ətəyinə gəlib çıxmışdı. Bu Şassera dağı idi. İstədi ki, dağın ətəyi ilə o biri tərəfə keçsin. Susuzluqdan yanıb qaralırdı. Xarlayıb donmuş qaradan biraz yaladı. Dağın o biri üzündə kəndə rast gəldi. Şər qarışırdı. Özünü qalın küşlən mişəsinə verib gözlədi. Qaranlıq düşən kimi çəpərlərin arası ilə sinə-sinə tövlə hənirtisini tutub keçməyə başladı. Kəndin şüşələri bomboş idi və canavar qorxa-qorxa ancaq həris nəzərlərlə həyətlərə boylanırdı.
Birdən güllə səsi eşidildi. Sıçrayıb qaçmağa üz qoyanda ikinci güllə də açıldı və bu dəfə onu tutdu. Dümağ qarnı alqana bələndi. Sonra damcı-damcı süzülərək yerə axmağa başladı. Birtəhər aradan çıxıb özünü dağın ətəyindəki meşəyə saldı. Dayanıb ətrafı dinşədi. Hər tərəfdən addım səsləri səs-küy eşidilirdi. Qorxa-qorxa dağa tərəf baxdı. Çox sıldırım idi. Dağı çol-ços basmışdı. Çıxmaq çətin olardı. Ancaq başqa əlacı da yox idi. Və adamlar əllərində çıraq, aşağıda söyə-söyə, qışqıra-qışqıra onu axtaranda canavar ləhləyə-ləhləyə qayalara dırmaşırdı. Yaralanmış canavar titrəyə-titrəyə, qanı süzülə-süzülə Küşnar meşəsində üzü yuxarı sürünürdü. Şaxta sınmışdı və səma qərb tərəfdən tutulmağa başlayırdı. Deyəsən, yerə qar gəlirdi. Əldən düşmüş canavar axırda zirvəyə çatdı. Qarla örtülmüş yastı bir yer tapıb dayandı. Bayaqçı kənd sanki indi ayağının altında idi. Aclıq hiss eləmirdi. Yarası bərk sızıldayır, ağrı qarnını doğrayırdı. Yanıqlı-yanıqlı, zəif bir səslə uladı. Ürəyinin döyüntüləri getdikcə yavaşıyır və hiss edirdi ki, əcəl yavaş-yavaş öz qara pərdəsini onun üzünə çəkir. Gözünə tənha dayanmış, iri gövdəli bir küşnar ağacı sataşdı. Sürünə-sürünə gəlib onun altında oturdu. Qüssəli-qüssəli qara bələnmiş qaranlığa baxdı. Yarım saat keçdi. Birdən qarın üstünə tutqun, solğun bir işıq düşdü. Elə bil yerə nur çiləndi. Canavar inildəyə-inildəyə qalxdı. Başını zorla da olsa işıq gələn tərəfə çevirdi. Yanaqları allanmış ay idi. Cənub-şərqdən çıxıb yavaş-yavaş kənli dumanlı əkin yerlərinə tərəf qalxırdı. Çoxdan idi ki, ay belə böyük, belə bədirli olmamışdı. Can üstə olan canavar yanaqları allanmış aya həsrətlə baxdı. Yenə ulamaq istədi və zəif bir inilti ilə səssiz-səmirsiz gecənin qaranlığına qarışdı. Addım səsləri, çıraq işığı lap yaxınlaşmışdı. İsti kürk geyinmiş kəndlilər, başlarına dəyəri papaq qoymuş ovçular və cavan-cavan oğlanlar qarı yara-yara gəlirdilər. Birdən sevinç dolu qışqırıq hər yanı bürüdü. Onlar can verən canavarı görmüşdülər. 2 güllə də atdılar. Ancaq heç biri dəymədi. Sonra baxdılar ki, o can üstədir. Əllərindəki payalarla, dəyənəklərlə heyvanı kötəkləməyə başladılar. Ancaq canavar artıq heç nə hiss eləmirdi. Biraz keçəndən sonra xurd-xəşil elədikləri canavarı dağdan indirirdilər. Keyfləri kökəlmişdi. Onlar deyib gülür, özlərindən basıb bağlayır, mahnı oxuyur, söyüş söyür, evə tez çatıb araq, isti qəhvə içməyə tələsirdilər. Ancaq heç biri dümağ qardan don geyinmiş meşələrin gözəlliyini, zirvədəki yaylaların parıltısını, Şahseyri dağının başına dolanan qıpqırmızı ayı və həmin ayın da tüfəklərin lülələrində, buz bağlayıb büllura dönmüş qarlı çöllərdə, indicə öldürdükləri canavarın çevrilmiş gözlərində əks olunan solğun işığını görmürdü.